kasıbları sevmək, bu ixlas və kişilik əlamətidir, qardaşlar. İxlas, burada səndə ixlas olmalıdır Allaha görə. Çünki sənin kasıbın sənə sevdirəcək heç nə yoxdur axı. Varlığını sənə sevdirəcək çox şey var. Maşınına ehtiyacın ola bilər, puluna sevirsən də, yəni adamı sevirsən, amma çox şeyinə görə. Məndə İslam var, mən müsəlmanım, mən sənin qardaşınam. Məndə sünnə var. Sevirsənsə buna görə sən ixlaslısan. Sən deməli Allaha görə sevirsən məni. Onun üçün alimlər nə deyirlər, qardaşlarım? Həmçinin sünnədə gələn nədir? Məclislərin, oturulan məclislərin ən şərlisi yalnız varlıların və zənginlərin olub kasıbların olmadığı məclisdir. Ən pis məclisdir, qardaşlar. Zaten sən məni zəngin olaraq çağırmasan belə, mən burada yeməsəm başqa yerdə də özüm yiyəcəm, yəni. Sənə ehtiyacım yoxdur. Amma o kasıb onu eləyə bilmir. Kasıblara mərhəmət etmək, bu xeyr əhlinin əlamətindəndir. Əgər səndə varsa, elhamdülillah.